Je crois qu'il est allé arroser sa vache. Ouais, ouais, c'est vrai. Il allait arroser sa vache, il y avait de la neige, il y avait de la glace. Ensuite, il a glissé. Oui, Il a glissé. Et... Oui, il s'est fait par terre, il a cassé les fesses. C'était trop drôle de faire ça. Uşaqlar, siz nağıl deyirsiniz? Ha? Bu fransızca diyen kimin, öz dilimizdə deyin də. O şey Türkçe deyir. O, Nağılı uşaqlar dünyasına göndərilir. yaşa, Adı da qalın nənədir. yaşa. Bir gün var idi, bir gün yok idi. Bir gün Qar nənə getmişdi işe inək sulasın. Qar yağmışdı, yerdə buz idi, inək də vızıldı, dımbuzu daydı, buza sındı. Qar nənə dedi, ay buz, sen ne zalimmişsən? Buz dedi, mən zalim olsaydım, gün məni əritməzdi. Qalın nənə dedi, ay gün, sən nə zalimmişsən? Gün dedi, mən zalim olsaydım, bulut mənim qabağımı kəsməzdi. Qarı nənə dedi, Qar nənə dedi, ay bulut, sen ne zalimmişsən? Bulut dedi, mən zalim olsaydım, yağış məndən yağmazdı. qarı nənə dedi, ay yağış, sən nə zalimmişsən? Yağış dedi, mən zalim olsaydım, ot məndən bitməzdi. Qarı nənə dedi, ay ot, sen ne zalimmişsən? Ot dedi, mən zalim olsaydım, qoyun mənim başımı tutmazdı. Qarı nənə dedi, ay qoyun, sən nə zalimmişsən? Qoyun dedi, mən zalim olsaydım, qut məni yeməzdi. Qar nənə dedi, ay qut, sen ne zalimmişsən? Qut dedi, mən zalim olsaydım, tüfək məni vurmazdı. Qarı nənə dedi, ay tüfək, sən nə zalimmişsən? Tüfək dedi, mən zalim olsaydım, siçan mənim giyişimi çiynəməzdi. Qar nənə dedi, ay siçan, sen ne zalimmişsən? Siçan dedi, mən zalim olsaydım, pişik məni tutmazdı. Qarı nənə dedi, ay pişik, sən nə zalimmişsən? Pişik dedi, Zaliməm, damdan dama qaçaram, bağlı qapı açaram, gülsüz yaylağımdır, gülsatı qışlağımdır, xanım eşiyə çıxanda, qeyrət küpəsi mənimdir, xanım içəri girəndə, yan bacadan qaçaram. Maşallah. Xo'p, uşaqlar. Bu nağılda nəmən özgəşirik? Mən ürgəşdim ki, Təbiətdə heç şey zalim deyil. Zalibdir. Sən nəmən özgəşdin? Ürgəşdim ki, heç kəs Xo'p. Hər zadın bir illəti var. Hissət